Mənim dostum da mənim dostumdur. Dostum da dostum mənim dostumdur. Yaxşı Aliyev. Okey. Elə olsun. Okey. 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 Uşaqlar, bir dənə səs vermə, anket qoy oradan. Anar müəllimlə Aza olsun deyənlər gülsün, Aza ilə Arzu olsun deyənlər ağlasın. Hər iki variantda Aza gedirik, xeyri yoxdur Aza. Hə. Anar müəllimlə Aza gülür, Aza ilə Arzu ağlayır. Anar müəllimlə istəyir hamı. Aza ilə Anar müəllimin yox, dalbadal şir gəlməyinə yox ki. Arzuya 3000 xal gəlsə avtomatik Anar müəllimdən azaddır da. İndi axırda pusular olacaq da. İndi heç kim bilmir ki, kimə nə pusu olunacaq. Axırda yəni rastgele sürpriz bir şey çıxacaq ortaya. Uşaqlar, səhv olmadı. Baxın. Arzu xanıma 3000 xal gəlsə, paşda 13000 xal olur. Ən az olur Anar müəllimdə, 4-cü yerdə. Azada hal-hazırda 2-ci yerdədir. Aza ilə Anar müəllim çıxır duelə. Başa sala bildim. Sabahda 1-ci yerdən 3-cü yer olacaq. 2-ci yer çıxacaq finala. Bildiniz, eşitdiniz? Sabahda 1, 2, 3, 4. 2-ci yerdə. Sabah 1, 2, 3'dür də adamlar, düzdür? Arzu ilə Anar müəllimin PK-sı maraqlı olacaq. Yəni Aza 1 oldu bəlkə. Ya da 3 oldu bəlkə. Yəni Arzu ilə Anar müəllimi yazıblar ki, daha maraqlı olacaq. Arzu xanımla? Hə, bir dənə də göz vurmaq ismailiki qoyub ki, yəni tələsmə. Mən heç kim atmayacaq. Yox, mən yazılanı deyirəm, mən sənə bilmirəm kim atacaq. Mən amma ümumiyyətcə bugün həqiqətən nə mənə kimsə belə deyim də, mən heç kimə deməmişəm ki, mənə dəstək olun. Çalışmışam ki, burada qalmaq üçün fikrimi bildirə bilərəm, amma ki, sırf dəstək üçün mənim hələ ki Rəşad Eminə öz tərəfimdən bildiyim, açıqcası deyim ki, bildiyim sifariş yoxdur. Özümün bildiyim yəni. Amma kimsə məni sevindirmək istəyirsə, Bu gün bilirdin sənə tort gələcək. Yox, O gün bilirdin sənə gül gələcək. Yox. Görsən. Yox. Həqiqətən Hər şey risk burada olar. sürprizlər çoxdur uşaqlar. Bundan sonraki yarışımızın adı Reski Show. Məndən soruşdular ki, Anar bəyə ataq, sözün açığı bir dənə dəstəkçi soruşdu ki, Anar bəyə ataq, atım, nədir, keçsin sənin yerivə. Mən dedim ki, atmayın, çünki nəyə görə? Özüm güvənmirəm, bilmirəm axırda nə olacaq ona görə. Dedim ki, ondan sonra duelə çıxanda atarsınız, belə dedim. Bilmirəm, düz elədim. Nə ola bilər? Bilmirəm. Gizdin. Onsuz da Yaman səsvermə çox bağlananda görməyəcəksiniz. Burada artıq beyinlər çox qarışacaq. Hərənin öz hədiyyəsi yoxdur deyə. Çünki sıralama qarışıqdır. Əslində Azaya kömək eləmək istəyir, baxır ki, Azanı saldı PK-ya. Ona görə mən dedim də atmayın. Ona görə dedim ki, atmayın, qarışmasın aləm bir-birinə. Görək nə olur da. Axırda nə olur? Bir mesaj oxumaq istəyirəm. Bəli. Əlbəttə ki. Məndən də bir mesaj var. Qorxmayın Bratdan gəlib mesaj. Deyir ki, Arzunun dəstəkçisi olaraq mən də istəyirəm ki, Aza Arzu ilə axşam oynasın və böyük məmnuniyyətlə qalib gələk. Rövşən, yəni problem yoxdur da, yəni qalib gəlin, qalib gəlməyin, yəni problem yoxdur da, yəni mənim üçün okeydir. Bilirik də, hamı bilir ki, Rövşən 009-dur. Yəni problem yoxdur.
biz mənim üçün qalib də gələ bilərsiniz, üstümə xal da vura bilərsiniz. Əgər hirsiniz buna soyuyacaqsa, mənim üçün heç bir problem yoxdur. Buyur. Əzizlərim, mənə dalbadal burada İrina mən pekalarımı paylaşar. İndi oturub deyirəm də bunlar şeydirlər, başa. əziz xahiş edirəm hakimə burada hörmət qoyasınız. Burada məhkəmə zalında xahiş edirəm. Hay canlar mənim. Yəni də mənə mesaj gəlib, Naxçıvanlı qahımlarımdan. Yo, elə demirlər. Deyirlər ki, Tərlan az olsa əla olar. Tərlanla azan olmağı mümkünsüzdür bu dəqiqə. Amma yenə də Bilmirəm. eləyə bilərlər. Mənə də mesaj gəldi. Meriniz halı sədərək, meriniz halı sağ. Mənə də mesaj gəldi ki, sənə dedim axı təndir al, zavod çörəyini almısan. Meriniz halı çox sağ ol, var ol, minnətdaram. Allah razı olsun. Gənciniskiyə təşəkkür. Arzun adından deyir, çox sağ ol, var ol. Həqiqətən oyun çox çətinləşir. Rəşad Emin qardaşlar, xahişim sənin diaqonalın böyüdür, nəfəsin çoxdur, oksigenin çoxdur, sənin səsin görə gür çıxmalıdır qardaş. Xahiş edirəm, öpürəm sizi. Adama tərs-tərs baxırlar. Zərafət edirəm. Qaqa, Aza xanımla Tərlanın duelə çıxmağı mən belə deyim də mümkün deyil. Mümkündür əslində. Bütün hamıya hədiyyə atmalılar. Tərlanı salmalılar ikinci yerə. Sizi qaldırmalılar birinci yerə. Azan da salmalılar dördüncü yerə. Yəni Arzu xanıma hardasa bir 90 bin atırlar. Arzu xanım düşür üçüncü yerə. Sizə də bir 300 min atırlar. 300 min atırlar, sizə keçirsiniz birinci yerə. Yəni 390K ilə bu oyunu Tərlanla Azaya fırlatmaq mümkündür. Tərlan düşür ikinci yerə, avtomatik. Sizə bir 300K gəlsə, yəni sizə 300K gəlsə, Tərlan düşür ikinci yerə, Arzuya da 90K gəlsə, düşür üçüncü yerə. 2 ilə 4 olur Tərlanla Aza. Bu da final oyunu ertələnmiş olur. Sən məni qoydun qəbrin qırağında bir dənə təpi vurmayan qaldı. Dedim mümkündür, mən də onu başa saldım. Nə bilsən, bəlkə ona 8-dən gəldi bizə də. Sərdar çox sağ ol. Məni buradan izləyən qardaşlara, dostlara, yoldaşlara, hamınıza dərin təşəkkürlərimi bildirirəm. Mən bilirsiniz də, gündüzlər mənim nasterenam olmur. Gündüzlər mən deyib gülə bilmirəm. Ta ki ora çıxmayana, ora çıxmasam ki ondan axşam mənim konsertim ancaq axşam olur. Axşam ki orada oturmadım, pulsuz konsert olur. Deyil, gül, əylən. Hal-hazırda həyəcanlıyam, gülmək istəyirəm, sözlər var içimdə, çölə çıxarda bilmirəm də, başa düşdün? Birdən bir balaca deyib gülənəm, sonra zibri çıxacaqdı, indiyə cavab ver. Ona görə də axşam konsert olar, bir dənə qardaşınıza dəstək olun. Arzu, gəl, dincəl Arzu, de! Ay Tərlan, Allah haqqı sən çox danışırsan, yaxşı sən, əcəb verirsən, sən danışmalısan. Xalın çoxdur da, xallar səni danışdırır. Xallar səni danışdırır. Sərdar, təşəkkür edirəm, Gəncinski, təşəkkür edirəm. Belə baxıram ki, mən üçüncüyəm. Hə? Üçüncüyəm? İkinciyəm. Mən axırdayım. Üçüncüyəm. Uşaqlar, çalışın dostlar, balansı belə saxlayın görək. 3-də qalın. Hədiyyələriniz məni sevindirir. Bax, dəstəkçi söhbətinə qalanda, mən düz də bilirsiniz, demişəm ki, qoy mırıldasın bir dənə. Yox. Neçə K? 10K, Anar bəyə. Naxçıvanlı qahımları tərəfindən 10K Anar bəyə. Anar bəy, yəni onda bugünkü oyunun gedişatını görürsünüz də, Arzu ilə Azanı istəyirlər. Və bir dənə onu deyim ki, bilirsiniz də mən burada dəstəkçilərin adını dedizdirmirəm.
Çünki dəstəkçilərin %99-u bizim dostlarımızdır. Mənə də həmən mesaj gəlib. Arzunun dəstəkçisi olaraq mən də istəyirəm ki, Arzu ilə axşam oynasın və böyük məmnuniyyətlə qalib gələk. Sənə də eyni söz yazılmışdı, eynisi. Sənə də eyni söz yazılmışdı. Bax, burada yazıb Arzunun dəstəkçisi. Arzunun bir çox dəstəkçisi ola bilər. Amma sən orada deyirsən, qorxmayın, Murat yazıb. Sən birbaşa o adamın adını efirə özün dedin. Mən səhv dedim, Anar müəllim. Səhv deyirəm, bir dənə gözlə də, səhv deyirəm, düz deyirəm. Qorxmayın Murat dedi də, yəni. Qorxmayın Muratı da bilirsiniz, həmişə kim atdırıb. Yəni mənə gələn mesaj Azanın dəstəkçisi sözüdür. Arzu xanım birbaşa özü bildirmək istədi ki, onu kim yazıb. Ona görə də Azan xanım yəni mən onda mənə heç kim deməsin ki, xahiş edirəm. Yəni nəyi? Nəyi dəyişdim? Eyni mesajı atıb sən. Başqa adresə Arzu. Yo, Azə ilə Anarı mən indi oxuyuram o mesajı. Yo, Azə ilə Anar müəllim mən özüm dedim ki, şey olar, maraqlı olar. Yəni mən onu demək istəyirəm ki, çalışın söz deyəndə elə eləyin ki, dəstəkçinin adının çəkilməsinə siz şərait yaratmayın. Yəni burada mənlik heç nə yoxdur da. Mən oturmuşam, ümumiyyətlə deyirəm. Yox, ondan getmir söhbət. Burada cavabdeh mənəm Arzu. Mən sizə belə başa salım da. Burada cavabdeh mənəm. Sən məsəl üçün də burada yəni qorxmayın Muratı bir nəfər deyib də, düzdür. Sən onun elə bir ki, o addan deyəndə avtomatik o insanı burada Aza deməsə belə. Niyə mənə işləyirsən ki, məni şey yox, bir deyirsən? saniyə söz Niko, deyirəm. yazılanı oxumuşam. Yox, bir saniyədə. Mən də yazılanı oxumusan deyə, mən də özümü cəmaata çatdırmağa çalışacağam. Məndə heç nə yoxdur. Yəni onu Aza deməsə də o kommentariyada yazılır. Ad mən çəkmədim. Aza dedi ki, filan kəs. Mən də deyirəm ki, yəni mənim dediyim odur ki, elə eləyin ki, dəstəkçi sənin dəstəkçindir. Dəstəkçinin adını hallandırtma. Onu demək istəyirəm. Özü istəyibsə. Yox, mən ona ümumiyyətlə mən sözümü deyirəm. Mən ümumiyyətlə sizə layihə rəhbəri olaraq məsləhətimi deyirəm. qorxmayın Murat adından təkcə Rövşən 009 deyil. Onu demək istəyirik. Yəni Vallahi o döysə dostlar adındandır. Dostlar adından. Xeyr, Azə, yox, dostlar adından. O həmişə gələndə ay sağ ol. Yox, təkcə o deyil. Rəşad burdadır da, Rəşad bilir. Nəyi? Yox da indi onu yəni onu dostlar adındandır da belə. Uşaqlar yazmısınız ora. O da ad çəkib deyə. Oraya yazırsınız ki, Niko tərəf tutur, bəli, dəstəkçinin tərəfini tuturam ki, mən dəstəkçinin adı hallanmasın. Siz prosta bəziləriniz sadəcə olaraq bilmirsiniz mən nə demək istəyirəm. Yox, mən bir şey deyim, ola bilər ki, Niko ilə Azə xanım elə anlayıb ki, qorxmayın Murat deyəndə o insandır yalnız, amma onların dostları tərəfindəndir. Rəşad Emin də təsdiq eləyir burada ki, hədiyyəni sifarişi o götürür, o kişi bilir ki, yəni kimin adına gedir. Mən də burada sırf o insanı yazmayıbdır, yəni dəstəkçilər adından gəlib ki, qorxmayın Murat adından deyin bu sözü ki, Arzu ilə Arzu xanımın orada duelini görmək istəyirik. Yəni prosta ona görə dedi ki, ad demə. Yəni ona görə dedilər ki, ad demə. Vahab, çox sağ ol. Ay sağ ol. Ümumiyyətlə də, çünki burada mən ən başda mənəm deyə hamı istər-istəməz məndən soruşacaq ki, nə demək istədi, nə oldu. Çünki birbaşa mən cavabdehəm də bura qardaşım, düzdür. Əgər mən dəstəkçimin adının hallanmağını istəmirəmsə, ona o şəraiti yaratmalı deyirəm ki, kimsə adını hallandırsın. Mən burada tərəf tutmuram. Kim nətər başa düşür, düşsün. Anar müəllimə hər hansı bir dəstəkçi hədiyyə atıb, düzdür. O istəmir ki, indi bir dəfə atdı getdi də. O insan hər dəfə bəlkə istəmir onu adı hallandırsın. Anar müəllim hər dəfə jet deyəndə hamı biləcək ki, kimdir də, düzdür. Yəni, Anar müəllim onu desə ki, hər hansı bir dostun burada heç kim ad verməyəcək və yaxud da yorumlarda heç kim bilməyəcək o kimdir. Amma Anar müəllim desə ki, mənə jetlə yuxarıdan baxırlar, jetlə deyəndə ki, avtomatik o dəstəkçinin adı çəkiləcək də. Mənim dediyim odur ki, mən tərəf tutmaq söhbəti deyil. Sadəcə olaraq hər bir yarışmaçı öz dəstəkçisinin adını çəkdirməməlidir. Yəni elə eləməlidir ki, ümumiyyətlə dəstəkçinin adı çəkilməsin. Yəni desin ki, hər hansı bir dostum, hə? Aysa mən səhv deyirəm, Anar müəllim. Yəqin ki, siz başa düşdünüzsə mən nə deyirəm?
Eyb yox uşaqlar. Buna görə Nasrin ağzı pozmayın. Nasreni pozulmalı bir şey yoxdur. Açıqlama Bütün- verilir. bütün- 15 dəqiqə qalıb. Bütün hallarda günah pürüstədir uşaqlar. Oyununuzu aparın. 15 dəqiqə qalıb. Burada mənim üçün qıraqda Tərlan mənim yaxınım ola bilər. Tərlanla oturub çörək yeyərəm. Anar mənimlə oturub çörək yeyərəm. Arzu ilə, Az ilə oturub çörək yeyərəm. Bunların bura heç bir adiyyəti yoxdur. Burada mənim üçün Anar müəllim də eynidir, Aza xanım da eynidir, Tərlan da eynidir, Arzu xanım. Hamısı. Mən burada hamısına dost kimi yanaşmışam. Heç biri ilə pərdəni götürməmişəm aradan. Məsəl üçün orada Xunaya gedirlər, çay içmək istəyirlər. Arzusuna da deyirəm tez get yeri və Tərlana da deyirəm və yaxud da deyirəm ki, bir gedin ki, hamı getməsin. Yəni mən burada hamısına eyni yanaşıram, eyni hörməti qoyuram. Heç birini ayırd eləmirəm. Çöldə hamısıyla dostam, qardaşam, yaxınam, canımdır, ciyərimdir. Yeri gələr problemlər olar, həll eləyərik. Amma burada mənim üçün hamısı eynidir, hamısı. Çünki hər biri yarışmacıdır, hər biri maşın üçün mübarizə aparır. Ən yaxşı da kimdirsə, ən güclü də kimdirsə, o qalib olacaq. Yəni burada ehtiyacı olan söhbəti oynamır rolu, bilirsiniz. Kimin dəstəyi daha güclüdür, qalib olacaq. Qutardı, getdi. Dəqiqə də 14 dəqiqə qalıb. Reklamları da birazdan deyəcəm sponsorlarımızı. Hal-hazırda ən çox hal lider Tərlandı. 294 mindən. Hal-hazırdakı vəziyyətə görə Aza xanımdan Arzu xanım axşam battle-da kimi görünür, amma bu indi görünən vəziyyət. Pusuda bilinmir kimə pusu olunacaq. Ümumiyyətlə Tərlanı inanmıram kimsə oyuna salsın. Pusuda ya Aza ilə Arzu olacaq, ya Anar müəllimlə Arzu olacaq, ya da Anar müəllimlə Aza olacaq. Tərlan məncə elə olduğu yerdə də qalacaq. Amma o baxır ki, dəstəkçiyə tam əsəbləşər, bütün oyunu çevirər. Ona da biraz taktika lazımdır. O taktikanı da bilmirəm də, eləyə bilərsiniz ya yox. Pusuya sən düşəsən. Yox, pusuya mən düşən deyiləm, düşməyinə. Amma Darıqdı mı? Bu şirdə bu yer. Axırda. Uşaqlar, mənə bir cüt şir göndərin də, nə olar? bax gör. Danış görək, Tərlan, sən nə fikirləşsən? Kimi görürsən axşam bu? İnşallah elə adamı pis örgədiblər, adam ancaq şir gözləyir. Hə? Görsən elə, dedin gəldi. Kimdən? Ezi bilir. Təşəkkür Özü edirəm bilir. qardaş. 32K. Allah razı olsun. Allah ürəyimə görə versin qardaş. 32K Tərlana. Vallahi sən ürəyimə qurban. Deyirəm də Tərlan inanmıram ki bugün Adının Bəxil çəkilməyini açıqsın. istəmir. Həmişə mənə dəstək olan insandır. Vallahi mən də getmək istəyirəm evə. ya bir şey qalmayıb da, 1-2 günə hamı dağılışır. İşte Johnny Qıbın. İnə başlı Seydola buğardı. A başlı Qıbın. Ağzımda adım var, sanım var. Gəlim şeydir, PK-da üstümə xal vurur. Öpürəm. Mən lazım yox. Mən lazım. Oyda. 5'ti, 4'ti, 3'ti. Bu yaşamaqdır. Moviddi, Dözdi, Jondi. O qədər dedilər ya Rövşəndi. cib məndən. O da qardaş deyib, nə deyiblər bilmirəm. Kimə? Pis deyiblər uşaqlara. Əksəriyyəti incib məndən də. Niyə? Nə bilim, Allah mərdimazlara nəhlət eləsin. Kim pis deyib? Qalıb Allah yanında. Yəni buna görə mən Hələ bu əslində bugün, incimiş mən hallarıdır. əslində bugün, Hələ incimiş mən hallarıdır. əslində bugün salfetka ilə gəlmişdim ağlaşmağa. Allah. Yo, bu hələ səndən küsülmüş hallarıdır bu. Görmürsən xətir hörmətə. Yəni nə qədər də məndə incisələr, onlar mənim ürəyimdən xəbərdardılar, onlar bilirlər mən necə ürəyə sahibəm. Onları verən Allaha qurban olum. Allah onları var eləsin. Allah cəmi Azərbaycanın qeyrətli oğlanlarını, qeyrətli bacılarımızı qorusun. Qəriblikdə olanları qərib əqimamımıza qorusun. Allah qorusun. Var olasın inşallah. Murad müəllim, mənim belim qırıcıdır. Mən çox otura bilmirəm, nə çox qala bilmirəm. Ona görə mən hərəkət edirəm. Mən üzürlü sayım. Allah haqqı belə qalıram ki, ağrımasın. Öpürəm hər birinizi, canımsınız. Son dəqiqə. 5 dəqiqədən sonra, yox, 5 dəqiqədən sonra ekranı Özüm bağlayım, sonra sponsorlar deyim ki, vaxt keçsin də. Hamı bir dənə ekran tıklamasını 3 milyon eləsin.
8 dənə şir bütün aləm vurur bir-birinə. Görək nə olur, görək nə olur. Uşaqlar, dəli kimdir o? Hüseyinzadə, dəli Bakinskidir. Dəli Bakinski. Dəli Bakinski. Həqiqətən yatmaq lazımdır. Mən düzdür, Arzu xanımı bilmirəm, yəni çox girməmişəm yayınlarına. Amma Aza mənim dostluğumda çoxdandı var. Aza xanım elə bir insandır ki, xaricilərə də dəstək olub. Valla. Yəni xarici adamlara da dəstək olub. Yəni bugünkü gün Azanın dəstək olduğu yayıncılar yox. İmam Paşa gəlib Azıya hədiyyə atıb dəstək oldusa burada. Yəni o bəziləri utanmalıdır. Vallah utanmalıdır. Yəni mən həqiqəti deyirəm. Çünki yəni Aza xanım hər birinə, yəni o yarışmada olanda çox adama dəstək oldu. Azərzahidin birinci yarışında da, ikinci yarışında da yəni çox, yəni oradakı 14 yarışmacının 8 ya 9 dənəsinə dəstək olub. Yəni mən onu gözümlə görmüşəm. Aza mənim dostumda çoxdandır var. Amma Azaya gəlib onlar heç biri dəstək olmadı. Adil də yazıb, bəli. Uşaqlar, xahiş edirəm, konkret tərəf tutur yazırsa, ay savadsızlar. Bax, sizə belə bir şey başa salım. Mən həqiqəti deyirəmsə, bu tərəf tutmaq deməkdir. Mən demirəm, mən bu yarışdan söhbət eləmirəm. Mən reallıqdan danışıram ki, bu adamın dəstək olduğu adamlar buna gəlib dəstək olmadılar. Bu tərəf tutmaq deyil. Mən onların ayıbını deyirəm. Mən burada Azanın tərəfini tutmuram. Mən onların ayıbından danışıram. Azanın tərəfindən danışmıram. Mən bu yarışmada demirəm, filan kəs tutsun, sən can filan kəs tutsun. Mən az fərq edir. Qardaş, mən maşınımı verəcəm, Aza olmur, Arzu olsun. Anar müəllim olsun. Mən heç bir aidiyyəti yoxdur. Gəlsin Rəşədimin aparsın, Tərlan aparsın. Heç birinin aidiyyəti yoxdur mənə. Mən maşın qoymuşam. Maşını kimsə aparacaq. Burada mənim heç bir çıxarım yoxdur. Yəni gəlsin aparsın. Mən burada durmuşam, qıraqda layihəni aparıram. Kim güclüdürsə